Bu tarix bizim üçün qürur mənbəyidir. 8 noyabr qürur rəmzidir. Məhz həmin gün, yəni 8 noyabr 2020-ci ildə Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında erməni işğalçılarını diz çöktürdü və vətənimizin baş tacı olan Şuşanın üzərinə 3 rəngli bayrağımız dalğaladı. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 yıllık müharibə şanlı tariximizdir. Dəmir yumruq düşmənə, mənfur başına əzdi. Düşmənlər Qarabağda daim